Allah qiyamət günü Peyğəmbər və möminləri rüsvay eləməz. Peyğəmbəri və möminləri rüsvay eləməz. Deməli, rüsvayçılıq çox böyük təhlükədir ki, Allah Peyğəmbərini və möminləri tərif eləyəndə, onlara veriləcək nemətdən danışanda buyurur ki, onlara rüsvayçılıq yoxdur qiyamət günündə. Pərdələr hamısı göz önündən çəkiləcək. Gizlin şeylər aşkar olacaq. Orada bilinəcək ki, mən göründüyüm kimiyəm ya yox. İçlə çölümüz birdir yoxsa yox. Ola bilər zahirimizi bəzəmişik, amma içimiz xarabdır. Orada bilinəcək. Orada da gizlətmək olmayacaq paltarın, əbanın altında, kostyumun altında. Gizlətmək olmayacaq. Orada aşkar olacaq. Mən bunu sizə demişəm. Şeyx Şuşləri deyir ki, məni bir sərxoş adam nəsihət elədi. Sərxoş vəziyyətdə idi, içkili vəziyyətdə. Mənə bir söz dedi ki, indiyəcən hər dəfə yadıma düşəndə halım dəyişir. O sərxoşun nəsihəti. Bir an yadımdan çıxmır. Deyim, mən gedirəm məscidə moizə eləməyə, minbərim var, söhbətim var. Əbada, qəbada gedirəm, bir nəfər də sərxoş vəziyyətdə divarlara dəyə-dəyə, yolunu da düz gedə bilmir, gedir. Deyim, məni gördü, keçirəm, dayandı, mənə baxdı, dedi, şeyx, mən ki görürsən bugün deyəm, içimlə çölüm birdir. Mən nə görürsən, o da elə həqiqətim odur. İçmişəm, bu mənim zahirim, o da batinim. Fərq yoxdur. İndi mən səndən soruşuram, özün suala cavab ver. Bunu sərxoş deyir. Sən ki, əbanı giyinmirsən, əmmamə başına qoymuşsan, qəba giyinmirsən, sənin də içimlə çölün birdir yoxsa yox. Sən də elə göründüyün kimisən, mən göründüyün kimiyəm. Mən nəyəm buyam? Sən göründüyün kimisən ya yox. Deyir, elə təsir qoydu mənə ki, hər dəfə deyirlər, ölənəcən o söz onun beynində idi. Allah bəzən bu cür adamın dili ilə adamı nəsihət edir. Adama başa salır, adamı ayıldır, oyadır. O böyüklüyündə alim deyir, bir sərxoş məni nəsihət elədi. Qiyamətdə o içlər, həqiqətlər üzə çıxar, orada bilinər doğrudan da kim kimdir. Və qiyamətin ən böyük əzabı insanın rüsvayçılığıdır. Rəbbənə innəkə mən tudxilin nar fəqət əxzəytəhu. Buyurur ki, Quran ayəsidir. Buyurur kimi ki, cəhənnəmə daxil eləmirsən, onu rüsva eləmirsən. Yəni, cəhənnəmdən betər bir şey, kim cəhənnəmə getsə, hökmən rüsvay olub sonra daxil olacaq. İnsanın abrının getməsi ən böyük təhlükədir insan üçün. Amma insan dünyaya gəlib ki, burada yırtsın o pərdələri, dünyadaykən o şeyləri görsün, o həqiqətləri görsün. O pərdə arxasını dünyadaykən görsün. Peyğəmbər tutdu barmaqların belə, buyurdu ki, ənə və saətu kəhətəyn, mən və qiyamət bu iki barmaq kimidir. Biri soyuq olsa o biri hiss eləyər, biri isti olsa o biri hiss eləyər. Peyğəmbər buyurdu ki, mən sizə, sözünün məntiqi buydu, eşitdiyimi danışmıram, qiyamət mənim gözümün qabağındadır, mən gördüyüm mənzərələri danışıram. Bunu dedim, yadıma düşdü, Şeyx Şuşləri deyir ki, mən Kərbəladan sizə oxuduğum şeyləri danışmıram. Çox böyük söz idi bu. Deyirdi, mən Kərbəladan danışanda siz gedib sənəd axtarmayın. Allah mənə Kərbəlanı göstərib. O döyüşü mən görmüşəm. Odur ki, bəzi sözlər danışıb ki, heç bir kitabda yoxdur. O deyirdi, mən kitabdan oxuyub danışmıram. Mən görmüşəm necə Şimr İmam Hüseyin ağanın başını kəsir. Onu gözümlə o pərdəni çəkib Allah mənə göstərib o səhnələri. Odur ki, söz deyəndə insanların ürəyi titriyirdi. Bir dənə Əssalamu aleykə ya Əbu Abdullah deyirdi, insanlar göz yaşını saxlaya bilmirdi. Çünki gördüyünü danışırdı. Peyğəmbər də buyurur, mən ki deyirəm cəhənnəm belə, cənnət elə bilməyin eşitdiyimi danışıram. Bunlar hər dəqiqə mənim gözümün qabağındadır. Görürəm, cənnəti, görürəm cəhənnəmi. Ona görə də rəngi dəyişirdi. Çünki gördüyü şeydən danışırdı. Rəngi qızarırdı, qiyamətin adı gələndə Peyğəmbərin rəngi dəyişirdi. Çünki sadə məsələdir o. 80-a yaxın müharibə olub, bir dəfə görmədilər Peyğəmbər narahat olsun. Danışmışam sizə, Bədir döyüşü idi, 313 nəfərdir müsəlmanlar, neçə min düşməndir. Deyir, elə rahat namaz qılır ağacın altında səhərə qədər, heç elə bil sabah müharibəni boy eləməyəcək. Heç narahatçılığı yox idi, heç.
Çünki görürdü. Amma həmin o Peyğəmbər qiyamətdən danışanda dillə üzünün rəngi qızarırdı, cəmaat hiss edirdi, görürdü. Çünki böyük bir şeydir qiyamət. Balaca zarafat məsələ deyil. Allah Quranda buyurur: "Amma yetesaalun anin nəbəil azim." Soruşurlar. Nədən soruşurlar? Anin nəbəil azim, böyük xəbərdən. Qiyamət haqqında deyir, əzəmətli xəbər, böyük xəbər. O Allah ki, bizim böyük gördüyümüz dünyaya deyir, bu kiçik şeydir. Quranda var ayələr, bu dünya oyun oyuncaqdır. Biz ki, böyük görürük bu dünyanı. Allah deyir, bu oyun oyuncaqdır. Həmin Allah qiyamət haqqında danışanda deyir, anin nəbəil azim, qiyamət böyük xəbərdir, böyük hadisədir. O qədər ağırdır ki, bir ömür Allahu Ekber deyən adamlar namaz qılıb. Orada soruşacaqlar, Rəbbin kimdir? Yadına düşməyəcək desin Allah. Elə dəhşətli vəziyyətdir. Eşitmişsiniz də, görmüşsünüz, dünyada da var. Şoka düşür insan, qorxudan, itirir. Orada da belədir. Əzbər bildiyi, yaddaşında saxladığı şeylər, gündə neçə dəfə deyib Allahu Ekber, Subhanallah. Orada Rəbbin kimdir? Deyəməyəcək Allah. Çünki ürəyinə yaza bilməyib Allahın adını. Burada da Allah. Burada olanlar unutturulacaq hamısı. Ürəyinə yaza bilməyib. Hər gün Peyğəmbərin adını çəkir. Orada hədis var ki, deyəcəklər Peyğəmbərin kimdir bilməyəcək. 70, 80, 100 il cəhənnəmdə yanandan sonra, əzaba düşəndən sonra. Ki, cəhənnəm axı adamı, o odun xasiyyəti budur ki, adamı təmizləyir. Yavaş-yavaş təmizlənəcək, sonra soruşacaqlar Peyğəmbərin kimdir, yenə adı yadına düşməyəcək. Deyəcək ki, o kəs ki, ona Quran nazil olmuşdur. Çünki bir adam cavab verə bilsə ki, Peyğəmbərim kimdir, imamım Əlidir, o da nicat tapacaq. Bunlar cavab verə bilməyəcək. Bilirsiniz kimlər? Namaz əhli, qiblə əhli, oruç tutanlar. O adamlar ki, o adları ürəyinə yaza bilməyib. Qiyamətin əzəməti belə bir əzəmətdir. Oranın əzəməti başqadır. Allah istəyir ki, biz dünyadaykən o həqiqətləri görək. Biz dünyaya ona görə gəlmişik. Dünyaya buna görə gəlmişik ki, bu maddi dünyada qəlb gözümüz açılsın, o həqiqətləri görək. Əleyhissalam buyururdu ki, Ləv kuşifəl qita ma əzdəttu yəqinən. Buyururdu, pərdələr gözümün önündən çəkilsin, qiyamət barədə yəqinimə bir zərrə qədər heç nə artmaz. Yəni, mən qiyaməti ilə indi görürəm, öləndə də mənə təəccüblü bir şey yoxdur. Mən bunu görməmişdim. Amma biz, insanlar aparacaqlar bizi cəhənnəmin yanına, deyəcəklər, hazihi cəhənnəməlləti kuntum tuadun. Bu həmin o cəhənnəmdir ki, dünyada eşidirdiniz. Amma insanlar da var, dünyada ilə onu görür, orada da təəccüblüdür. Yaşadığı müddətdə o həqiqətləri görür və insan elə bunun üçün gəlib. Bu həqiqətləri dərk eləmək üçün gəlib. Neyniyək ki, təəssüf ki, az adamlar var ki, yaradılışın bu hədəfinə çata bilirlər. Çox insanlar elə günahla vuruşa-vuruşa qalır, elə o halda da ölür. Hələ yaxşı haldan danışıram mən. Adam var, heç günahla vuruşmaq heç halındadır. Elə deyir ki, 5-10 günlük dünyadır, ye, iç, kef elə. O insanlar heç, o adamlar ki, düz yola hidayət olub, yolun əvvəlindədir, onlardan danışıram ki, onların da böyük əksəriyyəti ölənəcən hələ elə günahla vuruşur, ta günahdan azad olmamış da, bu dərəcələrə çatmamış da dünyasını dəyişir. Yolun əvvəlinə çıxmamış dünyasını dəyişir. Amma xoş o kəslərin halına ki, dünyada yaşadıqları müddətdə o həqiqətlərə yol tapıblar. Pərdənin arxasını Allah onlara göstərib və onlar sirlərin məhrəmidirlər. Allah öz sirlərini onlar üçün aşkar eləyib.